Oyanıramıdan tez, baxır pəncərədən. Günəş rəngli saçlar, yaşıl göz, incə bədən. Birazdan oyanacaq həyatdan vacib insan. Gün yükünü kişilərin yerinə qaldırsa da, kompliment eşitmək şirin sözə qulağı kardır. Telefon əlindən alınıb artıq 2 ildən çoxdur. Sinif yoldaşına zəng etmək də günahkardır. Münasibət qurmaqdan söhbət belə gedə bilməz. Ailə ləkə yaxılsa, o tək səbəbkardır. Darıxmır ötən illər üçün, çünki elə həmişə belə idi. Düşünür, qərbədir bu taley, hər şey kələkdir. Kaş ki gülüşə dönəydi, axıtdığı hər göz yaşı. Halbuki sevgiyə layiqdir, yaraşıqlı gözü qaşı. Xeyr və şər məclislərində bərbəzəkli. O uşaqlıqdan bilir artıq nə düz nə iri. Təhsil ikinci plandadır, əsas ev işləridir. Gələcək həyat yoldaşına indidən öyrəşməlidir. Küçəyə tək başına çıxmaq olmaz. Nə işin var çöldə, tanımadığın insanlara qarşı olsun sərt çöhrə. Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların. Valideyn tərəfindən təyin olunur arzuların. Bugün sabah nişan dəyişəcək, ancaq ünvan dəyişəcək divarlar, amma həyat hələ də zindan. Olmazmı ki bu otaqda onun da nazı qalsın. Əsas o deyil, əsas evin kişisi razı qalsın. Əsas qohumlar desin ki o yaxşı qızdır. Əsas bu cəmiyyət desin ki o yaxşı qızdır. Ax o insan deyil, sadəcə kiminsə namusu. Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu.